Deməli, elə bir fəzilətlər, elə bir əlavələr var ki, Allah Taala bəzi məxluqlarını bu fəzilətlərlə, bu əlavələrlə onları neymətləndirmişdir, onları xaslaşdırmışdır. Bu da Allah Taala'nın yəni umumən qullarına verdiği neymətlərdən biridir ki, Allah Taala bəzi məxluqlarını əlavə şeylərlə xaslaşdırmışdır və əlavə fəzilətlərlə xaslaşdırmışdır bəzilərindən. Yəni insanlar arasında da bəzi insanları bəzi insanlardan üstün etmişdir. Və şək və şübhə olmayan məsələlərdən də biridir ki, Peyğəmbərlər onlar bəşəriyyətin ən əfsəllərindəndir, ən əfsəlidir. Və həmçinin şək olmayan məsələlərdən də biri odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlərin seyyidi ağasıdır. Və eləcə də Peyğəmbərlərdən sonrakilərin halı da belədir. Sahabələr, Allah onlardan razı olsun. Onlar Peyğəmbərlərdən sonra bəşəriyyətin yəni ağaları sayılır və sahabələrin də ən əfsəli, yəni o 10 dənə müjdələnən sahabədir. Sonra yəni 10 dənə müjdələnən sahabələrin içərisində də ən əfsəlləri 4 xəlifədir və 4 xəlifələrin içərisində də ən əfsəli Abu Bakrla Omardır və o ikisinin içərisində də ən əfsəli Abu Bakr radiyallahu anhudur. Həmçinin şək olmayan məsələlərdəndir ki, yəni kəramətli Məkkə, yəni yer üzərində yəni Allaha ən sevimli yerlərdəndir. Və həmçinin Məkkənin yəni əfsəlliyi də açıq aydındır. Yəni Məkkə məscidi, yəni Kəbə, yəni elə bir məscidlərdəndir ki, yəni o Məscidül Haram adlandırılıb, həmçinin şərəfli Kəbə adlandırılıb və həmçinin orada qılınan namaz, yəni 100.000 namaza bərabərdir. Beləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm də o 3 məscidin fəzilətini zikr etmişdir ki, Lə tüşəddur rihəl illə iləyhi. Səfər ancaq o 3 məscid üçün olunur. Məscidül Sələt 3 məscid üçün olur. Məscidül Haram, Haram məscidi, yəni Kəbə və Məscidül Nəbi sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidi və Məscidül Əqsa və Əqsa məscidi. Məscidül Haramda qılınan namaz nə qədərdir? 100.000. Məscidül Nəbi Peyğəmbər sallallahu aleyhi və məscidində 1000. Məscidül Əqsada qılınan namaz neçəyə bərabərdir? Yəni 500 və ya 250. Lakin Şeyx Albani rahimehullah deyir ki, səhih odur ki, məşhur olaraq düzdür, alimlər arasında yayılan 500'dür. Amma səhih odur ki, 500 barədə Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih bir hədis varid olmayıb. Məşhur olan odur ki, 250'dir. 250'dir. Həmçinin Allah Taala elə zamanlar var ki, o zamanları bəzi zamanlardan daha üstün etmişdir. Elə vaxtlar da var ki, o vaxtları bəzi vaxtlardan daha üstün etmişdir və daha xeyirli etmişdir. Və şək və şübhə olmayan məsələlərdən də biri odur ki, yəni Ramazan ayı yəni fəzilətli aylardandır. Onun fəzilətini ancaq Allah Taala bilir və həmçinin o ayda Qədir gecəsi var. Yəni Ramazan ayında Qədir gecəsi var. Həmçinin Ramazan ayı yəni fəzilətli aylardandır. Yəni onun o Qədir gecəsinin də yəni belə deyək, yəni dəyərini, miqdarını, yəni ki, savabının daha çox olmasını, yəni Allah Taala bizə bəyan edib, bildirib. Və sonra şeyx gətirir ki, və həmçinin elə bir məxluqlar var ki, hətta yəni bir-birlərindən üstündürlər, xüsusi olaraq, umumi olaraq. Məsələn, mələklər, elə mələklər var ki, onların bəzilərindən daha xeyirlidir, daha üstündür, əfsəldir və Cəbrail əleyhissalam, Mikail əleyhissalam, İsrafil əleyhissalam, ərşi daşıyan mələklər, onlar mələklərin ən əfsəlləri sayılırlar. Yəni ümumilikdə mələklər hamısı əfsəldir, fəzilətlidir və onlar yəni yalnız Allahın onlara əmr etdiyini yerinə yetirərlər, Allaha asi olmazlar və həmçinin Allah Taala bəzi yəni günlər də var, o günləri bəzi günlərdən daha əfsəl etmişdir və elə vaxtlar da var ki, o vaxtları bəzi vaxtlardan daha əfsəl etmişdir. Və sonra şeyx deyir ki, biz indi bu məsələyə keçməmişdən qabaq Zülhiccənin haqqında, fəzilət haqqında danışmamışdan öncə istəyirəm ki, deyir, mən deyir, haram ayları ilə həcc aylarının arasındakı fərqləri yəni sizə bəyan edim. Çünki bəzi insanlar var ki, deyir, bunu qarışdırırlar. Haram ayı ilə həcc aylarını. Yəni Allah Teala ümumən buyurur ki,
El-Həcc əşhurun mə'lumət. Həc məlum aylardadır. Allah Teala o ayların sayını zikr ettiği zaman buyurdu ki minhə ərbəətun hurum. O ayların içərisində 4 ay var ki o ay haram ayıdır. Ve insanlardan çoxu şeyh deyir ki həc ayı ilə haram ayların arasını qarışdırırlar. Yani haram ayları hansılardır? Elm əhlidir ki haram ayları yani ayədə keçən 3 ve 4-cüsü sərdin. Ona deyilir ki hiyə tələsətun sərdun və vahidun fərdun. Yani 3'ü ardıcıl gelir, biri ise tək gelir. Biri ise tək gelir. Yani o tək gələn, müstəqil gələn hansıdır? Rəcəb ayıdır. Yani artıq sərt gələn hansı aylardır? Zülqa'də ayıdır, Zülhiccə ayıdır və Şəhrullah Muharram Allah Taala'nın haram etdiyi, yani o aydır, o aylardır. Yani hamısı onlar yani ne sayılır? Yani həc aylarından, haram aylarından sayılır. Həc aylarına gəldikdə isə həc ayları hansı aylardır? Şavval ayı, Zülqa'də ayı ve Zülhiccə ayının ilk 10 günü. Bunlar həc aylarına daxildir. Yani Zülhiccə ayının ilk 10 günü de yani ki əfsəl günlərdəndir ve həmçinin yani o 10 günə də bəzi alimlər deyiblər ki təşrik günləri də daxildir. Təşrik günləri hansı günlərdir? Yani ayın 10'undan sonra olan günlər. Yani 11'i, 12'si, 13'ü bu günlər də ora daxildir. Və sonra şeyh deyir ki o məlum günlərlə mə'dud günlər hansılardır? Yani bilinen günler var, sayılan günler var. Sayılmış günler var ve ma'ruf olan günler var. Yani Allah Teala deyir öz kitabında həc aylarını zikr ettiği zaman ne dedi? Yani həc aylarını zikr edəndə buyurdu ki həc aylarını zikr etdi və buyurdu vaskuru ismallah fi eyyamil ma'lumat. Yani o aylarda yani o günlerde, məlum günlerde yani Allah'ın adını zikr edin. İbn Abbas radıyallahu anh diyor ki burada Allah'ın məlum günlər deyəndə əyyamül məlum yani Zülhiccə ayının 10 günü. Hansı ki diyor onun fəzilətindən biz danışırıq. Ve Allah Teala həmən günləri məlum günlər adlandırdı. Neye göre? Əhəmiyyətinə, onun mühümliyinə işarə etmək üçün, fəzilətini bildirmək üçün, məkanının ucalığını bildirmək üçün bizə. Ona göre de o günləri məlum günlər adlandırdı. Necə ki İbn Abbas radıyallahu anhu bu ayənin təfsirində əyyamül ma'lumu Zülhiccə ayının yəni 10 günü kimi zikr edir. Sonra Allah Teala başqa ayədə buyurdu ki: "Vazkurullah fi əyyami ma'dudat." Və sayılı günlərdə də Allahı zikr edin. Çox insanlar diyor o məlum günlərlə ma'dudat, yəni məlum olan günlərlə və sayılı o günlərin arasını qarışdırırlar. Və şeyh açıqlayır ki o sayılı günlər hansı günlərdir? Görüşlərin ən səhiyinə görə təşrik günləridir. Təşrik günləri də Zilhiccə ayının yəni 11'i, 12'si, 13'ü. 11'i, 12'si, 13'ü təşrik günləridir. Elm əhlinin bəziləri də yəni buna işarə buna etdik ki yuxarıda yəni təşrik günlərini bu həc aylarına daxil edirlər. Sonra təşrik günlərində oruç tutmağın hökmü. Təşrik günləri Zilhiccə ayının 13'ü, 14'ü 11'i, 12'si, 13'ü. Təşrik günlərində deyir, oruç tutmağın hökmü Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, təşrik günləri yiyib, içən və Allahı zikr edən günlərdir. Və görüşlərin ən racihinə görə təşrik günlərində oruç tutmaq icazəli deyil. Nə həcdə olan üçün, nə həcdə olmayan üçün. Yalnız o həcdə olan üçün ki, o təməttü həcci etməyə istəyib, lakin gedib orada qurban kəsə bilməyib. O zaman onu inir, o zaman o yani hemen günlərində oruç tutur. 3 gün orada oruç tutur. O istisnadır. Təməttü haccı etmək istəyib, gedib ama qurban kəsə bilməyib. Onda oruç tuta bilər. Bu istisnadır. Buna xüsusi olaraq nas gəlib. Xüsusi olaraq umumi nasdan çıxaran, istisna edən xüsusi nas gəlib. Aydın oldu. Və o 10 günün yani kəramətli Qur'anda o 10 günün zikir olunması yani Allah Teala buyurur ki vel fecri ve leyalin aşir. And olsun yani fecre ve hemçinin and olsun o 10 geceye. Burada İmam Tavavi rahimehullah öz təfsirində deyir ki yani bütün təfsir əhli icma ediblər ki o 10 gece deyəndə zikr olunan Kur'an nasında zikr olunan Zilhiccə ayının 10 günüdür.
günün gündüzləridir. Bütün deyir Tabari Rahimehullah deyir ki, təvil əhli, təfsir əhli, yəni bunu icma edibdir. Və sonra şeyh deyir ki, sünnədə yəni o 10 günün fəziləti barəsində varid olan dəlillər. Artıq deyir İmam Abu Davud rəvayət edib ki, uca sahabədən, yəni Allah Resulü sallallahu əleyhi və səlləm əmisi oğlu, yəni Abdullah ibn Abbas radiyallahu anhudan, Abdullah ibn Abbas radiyallahu anh diyor ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Mə min əyyəmin əl-əməli salih fihinnə əhabbu ilallah min hədil əyyəm. Yəni bu günlərdə olunan salih əməllər Allaha başqa günlərdə olunan salih əməllərdən daha əfsəldir, daha üstündür, daha sevimlidir. Ravi deyir ki, yəni əyyəmül əşir, 10 gün. Dedilər ki, ey Allahın Resulü, yəni Allah yolunda cihad etmək də bu günlərdə olunan salih əməllərdən, yəni bu günlərdə olunan salih əməllər Allah yolunda cihad etməkdən də daha əfsəldirmi? Allah Resulü sallallahu əleyhi və səlləm buyurdu ki, "Vələ el-cihadu fi sabilillah." Allah yolunda cihad etmək də, yəni bu günlərdə olunan salih əməllər Allah yolunda cihad etməkdən də daha əfsəldir. İllə raculun xaraca bi nəfsi və mali. Yalnız deyir ki, o kişidən başqa ki, canı ilə, malı ilə çıxar və heç biri ilə qayıtmaz. Yəni o kişi istisnadır. Yaxşı. Sonra şeyh sual verir ki, bu 10 gündə yəni salih, yəni əməl umumi mi salih əməllər qəsd olunur deyəndə hədisdə, yoxsa yəni onu orucla mı xüsusiləşdirmək lazımdırmı? Şeyh deyir ki, burada yəni çox insanlar qarışdırırlar. Diqqət veriləsi bir iş var. İnsanlar din çoxu bunu qarışdırırlar. Burada əl-əməlü salih deyəndə, yəni əlifləmlə gəlməsi, yəni salih əməl deyəndə burada xüsusi bəzi alimlər deyirlər ki, 10 gün oruç tutmaqdır. Şeyh deyir ki, əl-kəlmətül əməl salih kəlmətül əhəmmə. Bu kəlmədir, umumi kəlmədir. Yəni əl-əməlü salih deyəndə umumi kəlmədir. Umumi kəlmə də həm namazı, həm oruç tutmağı, həm sədəqə verməyi, həm Allahı zikr etməyi hamısını əhatə edir. Başqa-başqa hər bir salih əməli yəni zikr edir. Və lakin şeyh deyir ki, yəni elm əhlinin bəziləri isə deyirlər ki, bu 10 günün hamısında oruç tutulması barəsində belə bir fikir söyləyirlər. Və sonra şeyh deyir ki, məsələ, yəni indi həmən məsələyə toxunasıyıq ki, Allah Resulü sallallahu aleyhi və səlləm bu 10 gündə kamil olaraq oruç tutardımı, yoxsa o 10 günün bir hissəsini tutardı, digər hissəsini tutmazdı. Lakin şeyh deyir ki, doğru olan odur ki, yəni Ayşə radiyallahu anhənin hədisində keçdiyi kimi, Ayşə radiyallahu anhə yəni deyir, necə ki Hafiz ibn Həcər bunu zikr edir həmin hədisi, deyir, hiyə a'lamun nas bi ibadət Rasul sallallahu aleyhi və səlləm. Yəni Ayşə radiyallahu anhə deyir ki, Allah Rasul sallallahu aleyhi və səlləmin ibadətini insanlar içərisində ən yaxşı bilənlərdən idi. Həm səfərində, həm yanında olarkən, səfərdə olmayarkən, həm gecəsində, həm gündüzündə Allah Resulü sallallahu əleyhi və səlləm ibadətini insanlar içərisində ən yaxşı bilən idi. Və o deyir ki, Ayşə radiyallahu anhə, "Ləm ara Rasulullah sallallahu əleyhi və səlləm yasumul aşra min zilhiccə qattu." Deyir, mən Allah Resulü sallallahu əleyhi və səlləmin yəni əbədi olaraq, həmişə olaraq, yəni o Zülhiccə ayını tam 10 gün oruç tutduğunu görmədim. Yəni bu deyir, işarə edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni Zülhiccənin 10 gününün tam olaraq oruç tutmazdı. Lakin bir hissəsini oruç tutub, bir hissəsini tərk eləmək, yəni bu icazəlidirmi? Şeyx deyir ki, bu haqda nas susur. Dəlil bu haqda susur. Lakin salih əməli, umumi olaraq salih əməli götürsək, oruc da salih əmələ daxil olduğuna görə orucu da bu salih əməl əhatə edir. Şək yoxdur, şübhə yoxdur. Lakin salih əməl deyərək sən bütün günü, 10 günü hamısını oruç tuta bilərsənmi? Deyir ki, bu barədə sarih, açıq dəlil yoxdur. Açıq, sarih dəlil yoxdur. Əksinə,
Nas dili fi nəhi sarihun fi əzəməsiyyənin. Əslində deyir ki, nas, yəni ki, inkar edir ki, yəni açıq aydın Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni 10 gün kamil olaraq oruç tutmamasını. Yaxşı deyir ki, bəzi sahabələrin sözlərində gəlib ki, onlar yəni yəni bu hədisə əsasən yəni 10 gün oruç tutardılar. Hansı hədisdir? Yəni Kən Rasul sallallahu əleyhi və səlləm Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yasumu tis'ən min zilhiccə. Yəni hədisdə keçir ki, yəni Allah Rasul sallallahu əleyhi və səlləm Zilhiccə ayının 9 gününü oruç tutdu. Və şeyx deyir ki, biz deyirik ki, muhəqqiqlər, yəni elm əhlindən olan muhəqqiqlər, yəni təhqiqçilər zikr ediblər ki, burada tis'ə deyəndə, burada qəsd olunan yevmu təsi, yəni 9-cu günü, o da Arafa günüdür. Yəni bunun da fəziləti yəni açıq aydın ortadadır. Hansı günahlara kəffarədir? 2 ilin günahlarına, yəni günah keçmiş və gələcək 2 ilin günahlarına kəffarədir. Hədis Müslimdə keçir. Yaxşı sünnələrdəndirmi ki, deyir ki, salih əmələ əsaslanaraq, yəni o 10 gün hamısını oruç tutmaq, şeyx deyir ki, bu sünnələrdən deyil. Bu sünnələrdən deyil. Lakin amma bəzən bəzisini tuta bilərsən. Bu, yəni ki, umumi hədisə əsasən, yəni umumi salih əmələ hədisinə əsasən bunu edə bilərsən. Və həmçinin İmam Əhmədin Müsnədində rəvayət olub ki, Abdullah ibn Ömər radiyallahu anhuma deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm dedi, bir rəvayətdə də deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu: "Mə min əyyəmin a'zam indallah və la ahabbu ilayhi al-amal fihinna min hadhihi al-ayyam al-ashra fa aktharu fihinna min at-takbir və at-təhlil və at-tahmid." Yəni Allah qatında ən əzəmətli günlər və həmçinin Allaha günlər içərisində ən sevimli günlər, yəni Zülhiccə ayının 10 günüdür. Və o günlərdə deyir ki, təkbir gətirməyi, la ilahə illallah kəlməsini söyləməyi və həmçinin əlhəmdülillah kəlməsini söyləməyi çoxaldın. Deməli, bu deyir, açıq aydın işarədir ki, çoxaldın, yəni qəsd olunan salih əməldən burada qəsd olunan nədir? Salih əməldən qəsd olunan, yəni Allahı zikr etməyi çoxaltmaq. Necə ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, "Ələ bi-zikrillah tətməinnul qulub." Bilin və agah olun, Allahı anmaq qəlblərə rahatlıq verir. Fəzkuruni əzkurkum vəşkuruli və la təkfurun. Məni yad eləyin ki, mən də siz yad eləyim və mənə şükür eləyin və mənə nankörlük etməyin. Deməli, Allahı zikr etmək ibadətlər içərisində ən uca ibadətlərdəndir. Yəni, xüsusən də bu günlərdə. Yəni, ibadətlərin Allahı zikr etmək ən uca ibadətlərdəndir. Yəni, ən uca ibadətlərdəndir. Necə ki, bir kişi Peyğəmbər sallallahu əleyhi və səlləmə gəlir, sahibə, deyir, ey Allahın Rasulü, artıq deyir, dinin ayinləri mənə çoxalıb. Yəni, mənə nə tövsiyə edirsən? Yəni, dinin ayinləri çoxalıb, elə bir ki, mən hamısını yerinə yetirə bilmirəm. Mənə nə tövsiyə edirsən? Peyğəmbər sallallahu əleyhi və səlləm ona nə deyir? Ən lə yəzəl lisanukə ratbən bi zikrillah. Yəni, dilin Allahı anmaqdan islah qalsın. Daimi Allahı anmaqdan islah qalsın. İslah qalmaqdan davam etsin. Yəni, mən Allahı zikr etmək, yəni qulu Allaha yaxınlaşdıran, ən böyük yaxınlaşdıran ibadətlərdəndir. Deməli, burada Peyğəmbər sallallahu aleyhi və səlləm sahabə gəlib deyir ki, ey Allahın Rasulü, yəni, ibadətlər mənim üçün, din ayinləri mənim üçün çətinləşib. Yəni, mənə ağır gəlir, çoxalıb. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm biraz da onu ibadətə yönləndirdi. Çünki zikr elə bir ibadətdir ki, həm hüngüldür, asandır, rahatdır dildə demək. Əziyyət çəkmirsən. Və eyniliklə zikr səbəbi ilə sənə imanın artır. İman da artanda sənə dini ayinlər rahat gəlir yerinə yetirməyə. Nə vaxt o dini ayinləri yerinə yetirmək çətin gəlir? O vaxt ki, iman zəifləyəndə. Amma iman güclü olanda sünnətlər qılırsan, sədəqələr verirsən, nafilə ibadə, oruclar tutursan, nafilələri etməyə həris olursan. Nə vaxt ki, iman zəifləyir, hətta vacibləri tərk edirsən. Sonra bu, yəni günlərdəki fəzilətli əməllərdən də biri nədir? Məsələn, bu həcdə olanlara aiddir. Yəni,
yəni o təşrik günləri yəni çoxlu zikr etmək. Nə həcdə onlara aiddir. Yəni ümumən yəni biz də onu edə bilərik. Və həmçinin yəni bu 10 günün fəzilətlərindən biri yəni Arafa günüdür. Yəni həcc edənlər yəni bu 10 gündə Arafa günündə yəni orada yəni dayanırlar və onun da fəzilətini yalnız Allah bilir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Xeyr yevmun talat aleyhi'ş-şemsi yevmul Arafa." Günlər içərisində ən xeyirli gün Arafa günüdür. Və deyir ki: "Vel afdalu ma qultu ve ana ven-nebiyyun min qabl la ilahe illallah." Yəni mən və yəni məndən qabaqki peyğəmbərlər üçün ən əfsəl dediyimiz söz nə idi? La ilahe illallah. Yəni la ilahe illallah. Sonra deyir Arafa günü oruç tutmağın hökmü. Yəni Arafa günü oruç tutmağın hökmü, Arafa günü oruç tutmağın böyük bir fəziləti var, böyük bir əcri var. Lakin bu yəni həcdə olanlar üçün deyil. Yəni bu həccdə olmayanlar üçündür. Amma həcdə olanlara gəldikdə, yəni həcdə olanlar Arafa günü oruç tutmaq qadağandır. Nəyə görə? Çünki həccin ayinləri ilə məşğul olduqları üçün. Ondan sonra gəlir, yəni bu Zülhiccə ayının fəzilətlərindən də biri. Bu Zülhiccə ayında nə var? Qurban kəsmək günü və həmçinin yəni və yevmul qar günləri. Bu qurban kəsmək günü ilə yevmul qar günləri Allah qatında yəni ən əfsəl günlərdəndir. Yəni bu da Zülhiccə ayına daxildir. Yəni Zülhiccə ayının yəni qurban kəsən günü 10-cu gündür və həmçinin bayram günü adlanır. Amma qar günləri isə qar günləri Zülhiccə ayının 11-i, 12-si, 13-cü günlərdir. Yəni qurban yəni ayın 10 günü barəsində Allah Teala buyurur ki: "Fasalli li rabbika vanhar." Yəni o Zülhiccə ayının 10-u, yəni fasalli li rabbika vanhar. Rəbbin üçün namaz qıl, yəni qurban bayramı günü bayram namazını qıl, vanhar və qurban kəs. Yəni burada fasalli li rabbik, Rəbbin üçün namaz qıl, yəni bayram namazını qıl. Qurban kəs, yəni bayram günü qurban kəs. Deməli bayram günü qurban kəsmək əfsəldir. Əfsəli bayram günü qurban kəsməkdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, Allah qatında ən əzəmətli günlər, yəni qurban kəsilən günü, bayram günü ilə qar günləridir. Yəni qar günləridir Zülhiccə ayının 11-i, 12-si, 13-cü təşrik günləri. Yəni qar günləri təşrik günləridir. Hansı ki, həcilər orada otururlar, orada qərarlaşırlar. Yəni bizim üçün də yəni burada nədir? Yeyib içən gündür. Yəni bizim üçün də burada həmçinin onlar üçün də yeyib içən gündür. Yəni və həmçinin Allahı zikr edən gündür və bizim üçün də yeyib içən Allahı zikr edən gündür. Ona görə bu gündə gərək insan yesin, içsin, amma bir şey unutmasın. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Bu günlər həm yeyib içən, həm də Allahı zikr edən günlərdir. Ona görə insan gərək yəni o günləri faydalı keçirsin. Dava dalaşla yox, kin küdrətlə yox, yemək zadın bu şeylərin üzərində bir-birinə düşmənçilik edərək yox. Yəni o günü sən məni niyə çağırmadın, ora getdim, filan kəslər ora getdi, bizi çağırmadı, belə yox. Yəni Allahı zikirlə. Ən üstün zikirdə nədir? Yəni Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, Allahu Akbar, Allahu Akbar və lillahil hamd. Və sonra deməli yəni bugün yəni əfsəllərindən də biri yəni odur ki, bugün də yəni olunan əməllər deməli ən əfsəl əməllərdir. Lakin alimlər arasında hətta ixtilaf var. Yəni Zülhiccə ayının yəni 10 günündə olunan salih əməllər daha əfsəldir, yoxsa yəni bu Zülhiccə ayının 10 günü mü daha əfsəldir, yoxsa Ramazan ayının yəni axırıncı 10 günü mü daha əfsəldir? Alimlər barəsində burada da ixtilaf var. Bir qism alimlər deyirlər ki, Ramazan ayının 10 günü daha əfsəldir. Bir qism alimlər isə deyirlər ki, Zülhiccə ayının 10 günü daha əfsəldir. Lakin cəm eləmək bunu mümkündür. Biz cəm edirik. Bütün dəlilləri cəm eləyəndə ortaya nə çıxır? Yəni Ramazan ayının yəni gecələri Zülhiccə ayının gecələrindən daha əfsəldir. Zülhiccə ayının gündüzləri Ramazan ayının axırıncı 10 günün gündüzlərindən daha əfsəldir. Aydın oldu məsələ. Cəm budur. Yəni cəm budur. Və həmçinin bu Zülhiccə ayının fəzilətlərindən də biri odur ki, yəni Zülhiccə ayında qurban kəsmək var. Zülhiccə ayında qurban kəsmək var. Qurban kəsmağın da hökmü vacibdir. Alimlər arasında ixtilaf olsa da sünnə, cümhur alimlər sünnədirlər. Lakin səhih odur ki, yəni qurban kəsmək
vacibdir əgər imkanı olan kəs üçün. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Mən ləm yudahhi fələ yaqrabənə musallahə." Yəni kim qurban kəsməzsə bizim namazgahımıza yaxınlaşmasın. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə deyir ki: "Alə əhli kulli beytin fi kulli amin udhiyetin." Yəni hər il bir ev, hər ev üçün bir qurban var. Üzərlərinə düşən, vacib olan bir qurban var. Yəni bu hədisə əsasən Şeyx Albani deyir ki, bu hədisə əsasən yəni ailədən hər ildə bir dəfə qurban kəsilməlidir, vacibdir və eynilikdə bu hədisə əsasən Şeyx Albani deyir ki, onlar da dırnağından, saçından, tüklərindən heç bir şey götürməməlidir. Çünki hədis onları da əhatə edir. Lakin şeyx özü, şeyxin tələbəsi özü bu ilə razılaşmır. Deyir ki, yox, səhih odur ki, bu yəni kim kəsirsə, yəni onun yəni qurbanı kim kəsirsə, onun yəni saçından, tükündən və ya dırnağından bu kimi şeylər onun götürülməsi vacibdir. Yaxşı. Qurban kəsdikdən sonra qurban ətlərinin bölünməsinin keyfiyyəti necə olmalıdır, forması? Peyğəmbər sallallahu aleyhi və səlləm qurban kəsməyə əmr etdiyi zaman buyurdu ki: "Kulu vahdu və təsəddəqu və dəxiru." Yeyin, hədiyyə verin, sədəqə verin və dəxir və özünüz üçün saxlayın. Deməli, müxtəlif nələr gəlib? Rəvayətlər gəlib. Yəni, deməli, bu rəvayətlərə görə insan, yəni onlardan sədəqə də verə bilər, kəsdiyindən yeyə bilər, kəsdiyindən saxlaya da bilər, kəsdiyindən hədiyyə verə də bilər. Onun İmam Əhməd rahimehullah deyir ki, yəni kim bunu 3 yerə bölürsə, bəzi insanların etdiyi kimi, kim bunu 3 yerə bölürsə, bunu edirsə, biz deyir, onu inkar etmirik. Amma demirik ki, bu vacib yolu inandı. Yəni, kim sizə bunu edirsə, biz bunu inkar etmirik. Amma əsl odur ki, icazəlidir. Şeyx deyir ki, yəni əsl odur ki, yəni icazəlidir. Və sonra şeyx deyir ki, insan gərək qurban, yəni heyvanını seçəndə də, yəni onda cömərd olsun. Yəni və ən yaxşısını seçsin. Çünki yəni bu təqvaya, yəni bu özü nədir? Təqvadır. Bu özü, yəni təqvadır. Peyğəmbər sallallahu aleyhi və səlləm də görürsən seçəndə, yəni o, yəni kəbş, əmləh, əqram, o cür qoç seçərdir. Yəni böyük buynuzlu, yəni gözləri, yəni alagöz, yəni ağ qoçdur, gözləri qara, burnu qara, alnı qara, ayaqları qara, yəni bu formada. Yəni hal-hazırda o qoç tapmaq biraz çətindir, amma ən əfsəl qoç odur. Ən əfsəl qoç odur və həmçinin insan gərək, yəni və həmçinin ixlaslı olsun. Çünki və həmçinin insan, yəni ən sevdiklərini, əgər malları varsa, yəni ən sevdiklərini Allah yolunda xərcləsin. Çünki bu ildə bir dəfə olan bir şeydir. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun." Yəni la tənalul birra. Yəni sizin o etdiyiniz o yaxşılığınız sizə çatmayacaq. Hətta tunfiquna mimma tuhibbun. Hətta sevdiklərinizi xərcləyənə qədər. Yəni sənin o sənə yaxşılığın, savabın çatması sevdiklərini xərcləyənə görədir. Lakin qurban kəsənə nə kimi şeylər qadağandır. Və müsəlmanlara biz deyir, xatırladırıq ki, yəni qurban kəsən üçün nə kimi şeylər yəni qadağandır. Hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "İzə dəxalə əşr və ərada ahadukum an yudahhi." Yəni Zülhiccə ayının yəni 10 günə daxil olduğu zaman və sizdən də biriniz qurban kəsməyə istəyirsinizsə, onda deyir ki: "Fələ yəməssənnə şə'rahu." Həmən şəxs tükündən götürməsin, və la zufrahu, dırnağından götürməsin və həmçinin dərisindən, yəni hər hansı bir şeyi götürməsin və ya qopartmasın. Yəni bu kimi yəni olmaz. Və şeyx sonra gətirir ki, biz burada tükündən götürməsin deyəndə, yəni baş tükünü, yəni belə deyək də, yəni qəsd edirik. Yəni bunu saqqal tükünü qəsd etmirik. Saqqal tükünü əslən götürmək olmaz. Nə qurban kəsənə, nə qurban kəsməyənə. Yəni çünki saqqal tükünün yəni götürülməsi bir tutumdan aşağı, yəni olmaz, haramdır. Vacibdir ki, alimlərin, cümhur alimlərin görüşünə görə saqqalı uzadasan. Sonra şeyx gətirir ki, burada nə kimi şeylər qaldı? Yəni
yəni ailə başçısı mı? Yəni o kəsdiyi qurban kəsən adam mı saçından, tükündən, dırnaqlarına götürməlidir, yoxsa bütün ailə mi götürməlidir? Deyir ki, burada Şeyx Albani yəni, o görüşlər ki, bütün ailə götürməlidir və Şeyx isə deyir ki, yəni Şeyxin özü də yəni bu məsələni zikr edəndə dedi ki, mən bunu ictihadən deyirəm, istinbadan deyirəm, nasları belə başa düşərək deyirəm. Lakin bu haqda açıq, aydın, sarih bir dəlil yoxdur. Və necə ki, biz deyir ki, Peyğəmbər sallam dedik kimi deyirik ki, İzə iştəhədəl hakim və əsabə, əgər hakim iştihad edərsə və iştihad etdiyi şeydə doğru olarsa, ona 2 əcir var. Əgər iştihad edərsə, iştihadında xəta edərsə, ona 1 əcir var. Yəni, Şeyx də demək istəyir ki, mən bunu iştihadan demişəm. Yəni, mütləq olaraq mənim sözüm olaraq bunu götürməyin. Mütləq olaraq mənim sözüm olaraq götürməyin, mən bunu iştihadən demişəm və Şeyx da deyir ki, yəni mən də Şeyxin tələbəsidir ki, mən də bu məsələdə cümhurun görüşündəyəm ki, yəni kim kəsirsə ona aiddir. Yəni tükünün götürməməsi, dırnağının götürməməsi, yəni bu kimi. Subhanəkallahumma və bihamdik və əşhədu en la ilahe illallah.